Güzel. Arıyorlar. Dikkat. Sola. Selam polkovnik. Tabor Güney Nizam Gardiyası faaliyetiyle meşguldü. Tabor komandiri polkovnik Tepedalov. Salam asker. Hazır. Hazır. Ölen! Ölen! Dikkat! Ha! Aprel döyüşlərinin 1 apreldə doğulan milli qəhrəmanı şəhid polkovnik Şükür Həmidov kim idi? Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik Şükür Həmidovun doğum günüdür. 1 aprel tarixində Şükür Həmidovu iki anlamda xatırlamalı oluruq. Doğum günü və milli qəhrəman səviyyəsinə yüksəldiyi elə bu ayın 1-də başlayan aprel döyüşləri anlamında. Şükür Həmidov həm də 44 günlük vətən müharibəsinin qəhrəman şəhidlərindəndir. Bəs kim idi Şükür Nərmanoğlu Həmidov? Azərbaycanın şəhid milli qəhrəmanı 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndindən anadan olub. Ailədə 10 uşaqdan biri idi. 1990-93-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 1993-cü ildə Bakı Ali Hərbi Məktəbə daxil olub. 1995-ci ildə moto atıcı ixtisasına yiyənlərək leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. Daha sonra bölük komandiri, tabor komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət edir. O 2008-ci ildə hərbi akademiyanın müdavimi olduqdan sonra müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi vəzifələrdə çalışıb. Şükür Həmidov 2016-cı il aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il daxili sərəncamı ilə Şükür Nərmanoğlu Həmidov Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Aprel qələbəsindən sonra korpus komandirinin müavini kimi hərbi xidmətini davam etdirən Şükür Həmidov haqqında sağlığında ikən Mədəniyyət Nazirliyinin Salnamə Yaradıcılıq Studiyası Aprel yüksəkliyi sənədli filmini ekranlaşdırıb. Silahdaşları bildirirlər ki, Şükür Həmidovun ən böyük yarışçısı işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub. Vətən müharibəsində Şükür Həmidov doğma Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında da iştirak edib. Milli qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğruna gedən döyüşlərdə şəhid olub. Şəhidləri geri dönmə. Prezident İlham Əliyev onun adının doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda əbədiləşdiriləcəyini bildirib. O həmçinin vətən müharibəsindəki iştirakına görə ölümündən sonra Zəfər ordeni, vətən uğrunda Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalları ilə də təltif olunub. Milli qəhrəmanın bir oğlu və bir qızı yadigar qalıb. Allah rəhmət eləsin. 95-ci ildə leytenant hərbi rütbəsi aldıq. Təyinatımı verdilər Naxçıvan Muxtar Respublikasında Ensaylı hərbi hissədə tağım komandiri vəzifəsinə. Getdik, təqdim olunduq. Tağım komandiri vəzifəsində Naxçıvanda başladım. Culfa şəhərində xidmətimə çıxdım ön xəttə. Tərtərdə də brigada komandiri olanda mövqelərdə şəxsiyyətlə görüşürdük, şəxsiyyətlə söhbətlər eləyirdim, ürəkdirək verirdim və həmişə onlarla söhbət eləyəndə əskərlərimiz həmişə can atırdılar, böyük həvəslə soruşurdular ki, cənab polkovnik, nə vaxt biz döyüşə girəcəyik, nə vaxt biz torpaqlarımızı azad eləyəcəyik işğaldan. Həmişə deyirdim, inşallah o gün olacaq. Allah qoysa komanda, ali baş komandanımız o əmri verəcək. Amma o məqam
o moment Füzulidə komandiri, hərbi hissəyə komandiri elədiyim bir dövrdə oldu. Tüş! Allora, Tinko! Allora, oni wystarczy to! Ale borona! Tinko, oni szukci! Buralar bu dərə, bu kapanırlar. Yadındadır mı? Bütün texnikaların hamısı var buralarda. Nətər gizlənmişdik, maskalamışdıq. Kənarda qətiyyən bir hiss olunmurdu, seçilmirdi. Qruplarımızı burada yığdıq da, buradan buraya bölüşdülər, ayrıldılar. Sizin qrup oradan getdi? Bizim qrup tam ortadan getdi. Buradan girdiniz də? 47, ha. Allah rəhmət eləsin. Rəhim müəllim, mühəndis şöbə rəisi bu yolu həmin vaxt işlədi. Tez bir zamanda bu yolu işlədi. Həm sağa, həm sola. Bunu görsən buranı? Həmin dövrdə əskərlərin yaşadığı yer idi, yataqxana sağ tərəfdə. Düşmənə bax, burada yaxşı dərs verdilər. Düşmən çaşqınlıq içində idi. İnanırsınız, özlərini itirmişdi, başlarını itirmişdilər. Orada yapma! İnanın ki, qısa bir vaxtda, hardasa 40 dəqiqədən sonra ki, biz tam onların mövqeyini ələ keçirdik. Düşməndən ümumiyyətlə bir ateş səsi gəlmədi. Çünki bir adam da yox idi. Səngərdə kim varsa hamısını biz artıq məhv etmişdik. Onların artilleriya bölmələrini, artilleriya silahlarını məhv etmişdik. Düşman bizi atmırdı. Düşman artıq baxdı ki, artilleriya ateşi hardan atırsa biz onu artilleriya ateşi ilə məhv edirik. Snayper hardan atırsa snayperlə məhv edirik. Yəni bu cəhətdən düşman o qədər hazırlıqlı bir ordu ilə qarşılaşdı ki, orada artıq qaçmaqdan başqa əlacı yoxdur onun. Lələtəpədən bu istiqamətdə adlandırırdılar Ohanyan həddi, keçilməz. Güya ki, bunların bu Ohanyan həddini keçmək 20 ildə hazırlayıblar, möhkəmləndiriblər. Mühəndis cəhətdən də belə çətin bir şeydir də, mümkünatsız bir şeydir. Amma döyüşçülərimiz düşmənin Ohanyan həddini sizə deyim, göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim əskərlərimiz, döyüşçülərimiz tam şəkildə düşməndən azad elədilər. Bir saatın sonunda bax o bayrağımız orada dalğalanmağa başladı. Düşməni geri otuzdurub və mövqelərimizi bərk etdik. Düşmənin o yalvarışını biz gördük. Həmən vaxtı saat 5 radələrində biz bayrağı bura taxanda o təmiz elə bir ki, hər bir hərbi qulluqçumuz, əskərimizdə, zabitimizdə hamıda yüngüllük hissi var idi. Bu bayrağı quru hissi ilə biz bura yerləşdirdik. Bizim rayonda Qubadlıda tank əleyhinə bateriyanın komandiri olubdu. Döyüşlərin birində düşmən bir tank bölüyü ilə hücuma keçib, o bateriyası ilə düşmənin 7 tankını həmin hücumda vurub, 3'ü dönüb döyüşün ortasında döyüş meydanından dönüb qaçmışdı. Döyüş fəaliyyətinin təminatına atəş dəstəyi təbii ki, mənə həvalə olunmuşdu. Polkovnik Şükür Həmidovla bizim qeyd etdiyiniz kimi bizim əvvəlcədən də münasibətimiz olmaqla baxmayaraq və bu döyüşdə onun o soyuqqanlığı ilə bölmələrin idarə etməsi çox yüksək səviyyədə bacarığı özünü göstərdi və o düşmənin qabaqcadan niyyətini
başa düşərək və həmin istiqamətlərə atəş çağırışlarını istədi. Eyni epizod burada da oldu. Döyüş vaxtı düşmənin tank taboru hücuma keçdi. Gene ağanın rəhbərliyi ilə artilleriyası düşmənin 11 dənə tankını vurdu. Tankları alışıb yanırdı. Tank taboru dönüb qaçdılar. Döyüşə girməkdən imtina elədilər, açıq aşkar. Ara 5 pilotlik uşağı ilerleyin. Çox əlverişli bir mövqedir bura. Bizim üçün qarşı ərazi hamısı görünür. Düşmən hamısı bu dərə ilə, orada görürsünüz o pasinkalıqlar. Bunlar hamısı o yataqxanalarının sərhəd böyle mühafizəsini deyək də təşkil eləmişdilər, qurmuşdular tikanlı məftini. Göyə ora gələndə girmək olmayacaq. Bütün istiqamətlərdə buradan dərələn düşmən, inanırsınız, mən sizə nə deyim, pərakəndə şəkildə ancaq qaçırdı. Burada gördüyünüz hər bir kəs, hərəsi bir, mən deyərəm, təhlükdə ermənin bölüyünə cavab verəcək döyüşçülərdir, insanlardır. Bunlar o döyüş təcrübəsini qazandılar. Döyüşdə iştirak etmək yox, döyüşün fəalları, döyüşün aparıcıları, liderləri idi. Polkovnik Şükür Həmidov özünü bir komandir kimi, çox nümunəvi, qətiyyətli bir komandir kimi, cəsur komandir kimi özünü göstərdi. Bütün Azərbaycan xalqına bir nümunə oldu və hesab edirəm ki, həqiqətən də ona Azərbaycanın milli qəhrəmanı adı verilməsi Cənab Ali Başkomandan tərəfindən çox dəyərli oldu. Əlbəttə ki, qürur hissi keçirdirəm. Əlbəttə ki, böyük bir addır. Bu adı almaqdan əlavə o ada layiq olmaq, o adı qoruyub saxlamaq, o ada uyğun bundan sonra da addım atmaq bu borcumdur, vəzifəmdir. Ali Baş Komandanımızın əmri ilə, onun rəhbərliyi ilə inşallah ordumuz öz son sözünü deyəcək. Qarabağ və onun ətraf rayonlar hansı ki işğal altındadır, hər birini düşmən işğalından, tapdağından azad edəcək. Cənab Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Başkomandanı, qoşunlar Azərbaycan Silahlı Qüvvələrin 100 ilində həsr olmuş parada düzülüb. Müdafiə Naziri General Polkovnik Zakir Həsənov. Salam əskər! Dövlət bayrağının ardınca Azərbaycan ordusunun qoşun növlərinin bayraqları aparılır. Bayraq qrupunun rəhbəri milli qəhrəman Polkovnik Şükür Həmidovdur.
Döyüşlər başlayandan bu yana düşmənin çoxlu sayda canlı qüvvəsini və döyüş texnikasını məhv etmişik və məhv etməkdə davam edirik. Cənab Ali Başkomandanımızın dediyi kimi Qarabağ Azərbaycandır. Vətənimizə bir dənə canımız qurban olsun. Heç nə olmaz. Mən şükür yoxam, Azərbaycan dağlası deyil. Sabahları minlərlə məni kimi şükür çıxacaq ortalığa. Məndən də qeyrətli, məndən də qəhrəman, məndən də nə bilim şeydir, nə bilim düşmənə qan çöydü, qutduran insanlar çıxacaq ortalığa. Bizi doğan analar sabahları bizdən də qeyrətli doğacaq. Bizə lazımdır bugün şərəflə, namusla, qeyrətlə bir olaq, yumru olaraq o şərəfsizləri yazırımıza, şuşamıza və 90-93-cü illərdə başımıza açılan oyunları, o qız gəlinimizə, o başlarına olan o zorakılıq gətirilən hadisələrin qisasını alaq. Şəhidlərimizin qisasını alaq. Bunu biz eləməliyik. İki gün bundan əvvəl milli qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı il aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir və mənim tərəfimdən ona milli qəhrəman fəxri adı verilmişdir və milli qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim. Təklif edirəm ki, döyüşlərdə şəhid olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Şükür vətən üçün yaranmışdı. Allah Teala onu vətən üçün yaratmışdı. Bana zəng elədi, oktyabr ayının 19'uydu. Dedi ata belki sabahları getdik siz tərəflərə. Yəni Qubatın nəzərdə tutur da. Mən də zarafatla dedim ki bala dizlərini qoyub yerə bizim kənddə bir bulaq var, Navlı bulaq deyir. Ağaçdan novu vardı. Navlı bulaqdan doyunca su içərsən dedi hələ tezdir. Bir video oldu Şükür haqqında video çəkmişdilər. Bala Sultanlı'da Şükür. Çayın ucunda var ev daha bak. Orada Molla Buran'dı. Molla Buran kendi. Yukarıda pazardı sarıyor. Var askerlerimiz, zabitlerimiz, düşmanı kovdu ahır ki girdik buraları. Ver bak bir tane Şükür. 28 ildən sonra. Maşallah. Bunu da tanıyorsunuz ya hiç. General Mayor Mahis Bərxudarov, Niyaməddin, Balkon Şükür Kubat tutanlar. Şükür, yağış kırıldı. Bura Bala Sultanlı kendidir. Kendinin düz tepesindeyik. O da o tarafta Molla Buran, sahil bu taraf. Şükür danışır Asya'yla. Çoğrul müəllim də yanındadır. Əl-ələ. Bura haradır? Hansı kənd? Bala Sultanlı.
Maşallah. Ayın 21'inde video çekildi. 22'sinde Şükürgül'ün başına o hadise geldi. Şükür vətənini seven adamıdır. Şükür üçün vətənin bir qarış torpağı öz canından əziz idi. O heylə bir təbiət adamıdır. Ben bayaq dedim ki, oturanda özüne yer tapa bilmirdi. Hatta deyir, burada yeyib içirik, torpaqlarımız qalıbdı düşmən taftağında. Biz bu qurbanları verməsəydik, torpaqlarımızı yağış halından azad eləyə bilməzdik. Salam. Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil, gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Və onlardan biri bizim əzizimiz Şükür Həmidovdur. Qubadlı rayonunun sakini. Böyük qəhrəmanlıq göstərmiş və doğma rayon uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Şükür Həmidov bizim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdir və məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdim və özüm şəxsən də onu bu mükafatla təltif etdim. Ondan sonra məcburi köçkünlərlə bir görüş əsnasında onun atası ilə, Nəriman kişi ilə tanış oldum və bilmirdim ki, Şükürün atasıdır. Köçkünlər üçün salınmış bir şəhərciyin açılışında mənə dedi, mən də salamlarımı çatdırdım və eşidəndə ki, bu günlərdə bir neçə gün bundan əvvəl bir ili olub, eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı və Şükürün həlak olması bizim üçün böyük itkidir. Onun ailəsi üçün, onun yaxınları üçün, atası üçün, hamımız üçün. Ona görə bugün Qubadlının azad olunmasının 1-ci il dönümündə Şükürün əziz xatirəsini xüsusilə mən yad etmək istəyirəm. O, bütün hərbiçilərimiz üçün, gənc nəsil üçün nümunədir. Öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Şükürün qanı Qubadlının torpağına töküldü. Torpağın hamısı bizimdir. Zəngilan da, Cəbrail də, ondan sonra Kəlbəcər də, hamısı bizimdir. Mənə deyirlər ki, bax Şükür bu evdədir. Bir alüminium reytdə bir qapıdır, bağlıdır. Mən bir top xaçar atmışam o qapının ağzına ki, kimsə o qapını aça. O dərəcədə yuxuda görmüşəm. Lələtəpədir ora. Şükür öz dili ilə deyəndə mənə eşitmişəm ki, o Hanyan səddini 40 dəqiqəyə biz keçdik. Çox fəxr edirəm ki, mənim oğlum Lələtəpənin alınmasında iştirak edibdir. Mən Şükürlə həmişə qürur duymuşam. Yenə də qürur duyuram. Şükür həm də Qubadlıya, Vətən müharibəsi dönəmində Qubadlıya ilk ayaq basan oğullardan idi və biz gedirik üzü Qubadlıya, sizin ata yurdunuz Qubadlıya. Vətəni ölümün pəncəsindən alıb öz canı ilə dəyişdi Şükür Həmidov. Baxın, elə burada, bu məkanda şəhidlik zirvəsinə ucaldı və atası Nəriman atamız arzulamışdı. Şükürün şəhadətə yüksəldiyi torpağı, yeri, məkanı görmək istəyirəm, öpmək istəyirəm.
Allah rəhmət etsin deyirəm. Atama səbr arzuluyuruq. Mən sizdən çox xahiş edirəm. Biz sizi ürəyiniz görüb toxtasın deyə bura gətirmək istədik. Şükürümüzün, qardaşımın şəhadətə ucaldığı, şəhidlik zirvəsinə ucaldığı yerə qoyaq. Bu torpaqda güllər bitəcək, bu torpaq cənnətə dönəcək. Şükür kimi oğullar ona görə candan keçiblər. Şükür dünyasını dəyişdi. Amma xalqımız, başda prezidentimiz olmaq şərti ilə Şükürün əməyini çox yüksək qiymətləndirdilər. Şükür tək bizim evdə, ailədə, nəsildə kötü yox. Şükür hamı üçün bəllidir ki, xalqın, millətin, ölkəmizin qəhrəmanıdır. İndi də yağış yağır. Torpaq əgər su ilə qarışacaqsa, yağışla qarışacaqsa, palçıq olacaq. Amma bu bizim vətən torpağıdır, çünki məhz burada Şükürün qanı ilə qarışıb. Bu torpaq öpüləsidir, bu torpaq göz üstündə namus kimi qorunasıdır. Şükür, yerin nurla dolsun. Xalqımıza azadlıq çıxartdın öz qanınla. Gəldim, qanın tökülən yeri ziyarət elədim. Sana qurban olum. Allah rəhmət eləsin deyirik cəmi şəhidlərimizə. Vətən dediyim, torpaq dediyim və Şükürün dünyasını dəyişdiyi yerdən götürdüyümüz bu torpağımızı istəyirəm şərqi anlam aparım. Çünki o vəziyyəti ilə əlaqədar bura gələ bilmədi. Əllərindən öpürəm. Ağ saçlarından öpürəm. Şükür kimi oğul üçün anam. Çox sağ ol anam. Sağ ol atam. Sağ olun. Allah sizi var eləsin. Bakıdakı Fəxri Xiyabanı ziyarət etdik. Orada cismin yatır, cənab polkovnik. Bura döndün, buranı vətən etdin, burada ruhun yatır, cənab polkovnik. Əminəm ki, hər ikisində çox rahatsın, çünki hər ikisi vətəndir. Hər ikisi Azərbaycandır, sənin işğaldan azad etdiyin vətən. Azərbaycan səninlə qürur duyur, cənab polkovnik.